Heç nədən qardaşımı vurdum. Artıq belə deyim də, artıq mən 2 ildir ayıq həyat yaşayıram. 1 ilə yaxındır ki, mən bu narkotikdən uzaqlaşdım. 1 ilə yaxındır ki, məndə qara basmalar olub. Necə deyim, belə deyim, məsəl üçün tək qalmaqdan qorxuram, tək otaqda qalmaqdan qorxuram, qaranlıqdan qorxuram, belə deyim, tək şəhərə çıxmaqdan qorxuram, ümumiyyətlə heç metroya düşə bilmirəm, cəmaət içinə çıxanda məndə qorxular yaranır. Yəni 1 ilə yaxındır ki, məndə belə fəsadlar başlayıb da. Bu da mən bilirəm ki, bu narkotikin fəsadlarıdır məndə, indi hamısı üzə çıxır. Depressiyaya tez düşürəm. Məsələn, sizə bir belə misal çəkə bilərəm. Bir gün evdəyəm, evdəkilərlə. Evdəkilər evdən çıxdı. Üstünə heç 10 dəqiqə, 15 dəqiqə keçmədi. Mənim elə qorxular yarandı ki, məndə. Yəni elə qara basma gəldi ki, mən evdən çıxdım. Ancaq heç hələ gedəsi deyildim ha. Prosto tək qalmaqdan evdə qorxdum. Evdən çıxdım mən də bayıra. Əlbəttə istifadə vaxtı ətrafım, qohumlarım, tanışlarım mən onların gözündə pis biri kimi idim də, bir narkoman biri kimi idim. Artıq ayıqlıq yaşayıram, ayıq təmiz həyat yaşayıram. Narkotik mənə elə fəsadlar yaşadıb ki, ayıqlığında da mən elə düşünürəm ki, yəni mən onların gözündə pis biri kimi qalmışam. Həkim qəbulunda həkimlər mənə dedi ki, səni dərmanla müalicə edəcək. Açığı mən buna inanmadım. Amma bir ay tamamlanandan sonra dərmanların və təbii ki, həkimlərin səyi nəticəsində artıq mən yaxşılaşmağa başlamışdım. İndi isə artıq tam azad olmuşam.